Bağışlayan və mehriban Allahın adıyla hər birinizi xoş gördük, əziz və dəyərli müsəlmanlar, dəyərli dostlar. Rəcəb ayının gəlişi münasibəti ilə və Həzrəti İmam Muhammed Baqir əleyhissalamın mübarək mövlud günü münasibəti ilə hər birinizi səmimi qəlbdən təbrik edirəm və Allahdan arzum budur ki, Allah bizləri Əhl-i Beytin həqiqi aşiq və davamçılarından qərar versin və bizləri Rəcəb ayının əhlindən qərar versin. Rəcəb ayı həqiqətən Allah ayıdır. Həzrət Rasulullah sallallahu aleyhi və aleyhi və səlləm buyurur ki, Rəcəb ayı Allah ayı, Şaban ayı mənim ayım, Ramazan ayı isə ümmətimin ayıdır. Hər kim Allaha yaxınlaşmaq istəsə, bu ayda ibadət itaətlərini çoxaltsın, bu ayın xüsusi əməllərini icra edərək Allaha yaxınlaşsın. Allah təbarək və Teala hədis-i qudsidə belə buyurur: Mən Rəcəb ayımı bəndələrimlə özümün aramda rabitə yaratmaq üçün bir ip kimi qərar vermişəm. Hər kim istəsə mənlə rabitə yaratsın, mənə yaxınlaşsın, bu Rəcəb ayına xüsusi diqqət göstərsin və bu Rəcəb ayının ehtiramını əziz tutsun, hörmətini əziz tutsun. Çünki qiyamət günü Allah təbarək və Teala mələklərə əmr eləyəcək, mələklər qiyamətdə, o məhşərdə səslənəcəklər. Aynə Rəcəbiyyun, hardadır Rəcəb ayının əhli? Və Rəcəb ayının əhlləri bir-bir məhşərdə insanların içərisindən ayrılaraq, onları xüsusi ehtiramla öz cənnətdəki məqamını məhşər əhlinin içərisində cənnətdəki köşklərini, saraylarını göstərərək deyərlər ki, bunlar dünyada Rəcəb ayının əhlindən idilər. Rəcəb ayının hörmətini əziz tutdular və bugünkü gündə məhşər əhlinin bəxtəfərləri oldular. Allahdan arzum budur ki, Allah bizlərə Rəcəb ayının əhli olmağı nəsib eləsin və bu ayın xüsusi əməllərini, xüsusi ibadətlərini həyata keçirərək, icra edərək Allahın rızayətini əldə etməyi bizlərə nəsib eləsin. Vəssalamu aleykum və rəhmətullah və bərəkatuhu.